Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, bir dənə qəşəng bir hekayətə rast gəldim. Bu hekayət dolayı yollarla Avropa hekayətidir. İstəyirəm onu sizlə bölüşüm və sonra başqa bir bu hekayətlə səsləşən başqa bir məqam haqqında da bəzi məsələləri çatdırmağa çalışacağam. Deməli dostlar, söhbətimiz xəfif, sözün yaxşı mənasında xəfif və yüngül söhbətdir və düşünürəm ki, indi barəsində danışacağım hekayət varlığında, mövcudluğunda hər hansı bir gözəllik daşıyan insanlara bir dəstək qismində başa düşülə bilər. Və yaxud bir həyat enerjisi, bəlkəm də bir həyat enerjisi bəxş edə bilər o insanlara. Deməli dostlar, keçim hekayətə və bu zaman mən özüm də dovşanımdan, pəmbə dovşanımdan ilham alaraq bu söhbət edirəm. Qızıl gülləri sevən dovşanımdan ilham alaraq yanına qızıl güllü, məsəl üçün qızıl güllü bir vaza qoyanda onunla uyğunlaşır, uzlaşır. Yəni o bir-birlərinə yaraşırlar. Və ya pəmbə qızıl güllər qoyanda. Deməli dostlar, bir yaşıl, canlı, belə gözə çarpan bir vahə varmış. Vahə, bilirsiniz də o səhralarda olur vahələr. Yaşıllıq, belə orada mənə elə gəlir ki, bulaqlar da olur. Mənə belə gəlir, bulaqlar da olur. Əgər xəyali şəkildə də təsəvvür edə bilərik də vahəni. Və bu vahə, yəni yaşıllıq, vahə ətrafına baxmış belə bir çöldəymiş də. Səhralıqda bir dənə vahəymiş bu. Ya yarı səhralıqda, yarım çöldə. Bir gün belə ətrafına nəzər salıb və görüb ki, ətrafımda çöldən başqa heç nə yoxdur. Ümidsiz halda ətrafına belə nəzər salıb, ora-bura baxıb ki, başqa bir vahə tapa bilərmi görəsən özü kimi? Yox. Görüb ki, vahə yoxdur ətrafında. Və deyib ki, vah, mən çox zavallıyam, çox zavallıyam. Həmişə yalnız və mutsuz, yəni ki, yalnız və bədbəxt yox, bədbəxt kəlməsi getmir də burada, mutsuz. Bəlkə də mutsuz sözü, qədim bir türk sözü işlətmək olar. Mutsuz bir həyat keçirmək məcburiyyətindəyəm, vahə deyib. Ətrafımda mənim kimi bir vahə yoxdur. Heç yerdə mənə bənzər yoxdur burada. Mənim bu yaşıllığıma, sularıma, palma ağaclarıma, mənim bu gül kollarıma sevinəcək bircə dənə də adam yoxdur. Ancaq hərə baxıram ətrafıma, üzgün, daşlı, qumlu, cansız bir çöl görürəm. Belə bir yalnızlıqda mənim daşıdığım bu gözəlliklər, bu zənginliklər, bu müstəsnalıqların mənə nə xeyri olur? Özünə belə şikayətlənirmiş də. Bir dəfə də sadə şəkildə izah edeyim. Deməli, çöldə, ıssız, kimsəsiz, quraq bir çöldə bir vahə var imiş, yaşıllıq. Və bu vahə
belə palma ağaclarından ibarətmiş, sulardan ibarətmiş, güllərdən ibarətmiş, sonra nə deyim, yaşıllıqlar imiş, palma ağaclarından ibarətmiş və s. Siz özünüz də bunu təsəvvür edə bilərsiniz. Özünüz də əlavələr edə bilərsiniz. Deməli, başlayıb belə ətrafına baxıb vaha, çöldə belə baxıb, görüb heç kim yoxdur. Özünə bənzər heç nə yoxdur da burada. Deyib, başlayıb ki, şikayətlənməyə. Bax, mən çox zavallıyam, çox yalqız və mutsuzam. Mənim bu gözəlliklərimi görə biləcək heç nə yoxdur mənim ətrafımda. Heç nə yoxdur. Heç kim yoxdur ki, mənim bu gözəlliklərimin fərqinə varsın. Amma bunu çöl eşidib, ana çöl. Yəni, onun ətrafındakı çöl bir anadır. Ana balasının şikayətini eşidib və ona belə deyib, vahaya belə deyib. Deyib ki, ay mənim sevimli balam, əgər mən belə cansız, quru, qumlu, daşlı çöl olmasaydım və canlı, yaşıl, nəşəli olsaydım, sən vaha olmazdın. Bu zaman sən uzaqdakı səyyahların barəsində həvəslə, heyrətlə və heyranlıqla söhbət açdığı vaha olmazdın. Mənim kiçik bir parçam kimi olardın. Heç nədən, heç kimdən fərqlənməzdin. Mənim daşıdığım başqa nəsnələrdən fərqlənməzdin. Buna görə də səbirli ol və taleyinə səbirlə qatlaş və öz üstünlüklərinin fərqində ol və o üstünlüklərindən ləzzət alaraq mutlu yaşa. Belə bir hekayətidir, dostlar. Özündə müdrikliyi daşıyan hekayətdir. Bu bir Avropa hekayətidir. Zənn edirəm, bəlkə də buna bənzər mövzuda başqa hekayətlərə şərq ədəbiyyatında da rast gəlmək olar. Yəni, buradan çıxan nəticə nədir, dostlar? Mən aydın izah edə bildim mi, bilmirəm. Buradan çıxan nəticə nədir? Yəni ki, əgər anası deyir ona çöl, vahaya deyir ki, mən bax qurağam, daşlıyam, qumluyam. Düzdür? Yəni məndə yaşıllıq yoxdur. Amma əgər məndə yaşıllıq olsaydı, çöl deyir. Quraq olmasaydım, qumlu olsaydım, sənin yaşıllığın, gözəlliyin, sənin nəşən, canlılığın bu qədər gözə çarpmazdı, itərdi. Düz deyil. Mən kontrast yolu ilə sənin xüsusiliyin gözə çarpır. Mən qurağam, issızam, qumluyam, daşlıyam, nəşəsizəm, cansızam deyə sən bu qədər parlaq, canlı, yaşıllıqlarla dolu, güllü, çiçəkli, ağaclı görünürsən. Nəzərə çarpırsan, o qədər nəzərə çarpırsan və xüsusi olsan ki, sənin haqqında səyyahlar belə danışırlar. Deyirlər ki, o quraq çöldə belə bir gözəl vaha var idi. Əgər mən də yaşıl olsaydım, canlı olsaydım, güllü, çiçəkli olsaydım, sənin xüsusiliyin bu qədər bilinməzdi. Ona görə də mənim balam, səbirli ol və öz xüsusilikləri var, müstəsnalıqları var. Qatlaş, səbirli ol, başına gələnlərə səbirlə, bilgəliklə, müdrikliklə qatlaş və öz gözəlliklərinin fərqində ol və onlardan ləzzət al və mutlu ol. Belə bir hekayə idi, dostlar. Ana baladan bu yerdə daha müdrik olduğunu göstərir. Yəni, ana çöl, balası vahaya bir müdriklik dərsi verir. Bunu, dostlar, həm də mən onun üçün danışdım ki, belə deyək də, gəlin bir xəfif, sadə
Amma özündə bilgəlik ehtimalı daşıyan bir tövsiyə ortaya qoyaq. Əgər kimsə sizin üçün əziz olan insanlar, doğma olan insanlar sizin qədrinizi bilməzlərsə və siz əminsiniz ki, sizdə hər hansı bir şəkildə ruhi, fiziki, bacarıqlarla bağlı hər hansı bir gözəllik varsa, müxtəlif şəkillərdə bu gözəlliklər ola bilər, varsa siz və siz qiymətləndirilmişsinizsə, buna görə məyus olmayın. Sizin qədrinizi bilməyənlər olursa, buna görə məyus olmayın. Bilin ki, zərgər qədrini zərgər bilər, bir. İkincisi, belə bir yerdə ola bilərsiniz ki, sizin qədrinizi bilənlər olmasın. Və qədrinizi bilməmək sizdəki çatışmazlıqlardan xəbər verməz. Ola bilər ki, sizdəki gözəllikləri görə biləcək gözlər, qiymətləndirmə aparatları yoxdur. Elə də ola bilər. Və bax bu çöldə vaha, bir quraq çöldə vaha tək və yalnız olsa da belə gözəlliklərini yenə də özü ilə birgə daşıyır. Düzdür? Yəni o gözəllikləri görən olmasa da belə o gözəllikləri yenə də özü ilə birgə daşıyır. Ola bilər sizdə də gözəllikləri görən gözlər yoxdur. Anlayan zehni aparatlar yoxdur. Bu o demək deyir ki, sizdə gözəlliklər yoxdurlar. Onlar sizdə ola bilərlər, siz bunun fərqindəsinizsə, bunlara əminsinizsə, o gözəlliklərinizlə mutlu olun və taleyinizlə barışıq olun. Bu hekayə bu barədədir dostlar. Belə bir əlaqəli mövzulardı. Belə bir söhbət ortaya çıxdı. Sizlə bölüşmək istədim. Bəlkə kiməsə bir həyat eşqi verə bilər, nə bilim, yaşamaq qüvvəsi verə bilər dostlar. Belə. Sonra bu mövzu ilə səsləşən bir dənə də məqam var. Buna da elə rast gəlmişdim. Əlaqəli şəkillərdə yan-yana rast gəlmişdim bu mətnlərə. Bu daha çox ədəbiyyatla bağlıdır və indi dediyim ədəbiyyatla bağlıdır. Ona görə mən onu tapa bilirəm. Bu Hötenin bir şeiridir dostlar. Hötenin məndə belə bir kitabı var, qəşəng kitabdır. Bu kompakt, həm yüngül və kompakt bir kitabdır. Bu neçənci ilin nəşridir? 1985-ci ilin nəşridir dostlar. Moskvada və Pravda nəşriyyatında çap edilib. Burada Hötenin həm şeirləri var, bir də burasında şeirləri var. Bura şeirləri yoxdur, düzdür? Poema, dramlar da var. Çox qəşəng bir kitabdır. Burada bir şeir gördüm dostlar, çox qəşəngdir. Onu sizin indi məzmununu sizə danışacağam. Deyir ki, məzmun necədir? Deyir ki, bu ədəbiyyata daha çox aiddir. Yəni, deyək ki, bədii gözəlliklər yaradan bir müəllif var. Bu bədii gözəlliklər yaradan müəllifin, deyək ki, əsərlərinin qiymətini bilən yoxdur və ya azdır. O görə həvəsdən düşməsin. Nəyə görə həvəsdən düşməsin? Biz zaten bu mövzulara toxunmuşuq. Çünki orada bir qiymətləndirici aparat olmalıdır ki, o gözəlliklərin fərqinə varılsın. Qiymətləndirici aparat yoxdursa bir kəsdə o gözəlliklərin fərqinə vara bilməz. Ona görə də buna dair bir şeir də yazılıb dostlar. Höte yazıb bu mövzuda. Deyir ki, şeirlər
rəngarəng güzgülər kimidir, aynalar kimidirlər. O kilsədə olar aynalar var, kilsədə belə rəngarəng. Sən deyir, elə bil ki, içəridən baxanda gəlin belə bir məbəd təsəvvür eləyək, hər hansı bir məbəd təsəvvür eləyək və ya məqbərə təsəvvür eləyək. Orada bir güzgülər var. Güzgülərə içəridən baxanda bulanıq görünür, boz görünür, tutqun görünür. Amma bayırdan baxanda, xüsusən günəş onun üzərinə düşəndə o başlayır rəng verməyə, rəng almağa, düzdür? Əlvan rənglərə bürünür. Deyir ki, biz içəridən baxanda o bizə bulanıq görünər, amma bayırdan baxanda rəngarəng görünər, düzdür? Və bunu sezə, elə bil ki, buna bənzər şeirlər. Ona görə də şeirlərə bir kəs belə baxar, yaxşı ədəbi əsərlərə və ya hər hansı bir bədiyyata, poeziyaya belə baxar. Bunu geniş mənada biz götürə bilərik də, geniş mənada götürə bilərik. Məsələn, nəğmələr də belədirlər, nəğmələr də poeziyalar da. Yəni ki, sən belə baxarsan nəğməyə baxarsan, deyək ki, səndə o nəğməni qiymətləndirəcək aparat yoxdur. Nəğmə sənə necə görünər? Bulanıq, boz, maraqsız görünər. Amma məsələ burasındadır ki, həmən o şüşələri biz, güzgüləri, şüşələri bayırdan görəndə, deyək ki, bir gözü olan, deyək ki, incəlikləri görə biləcək gözü olan bir kəs onları görəndə o mənzərələri necə hiss eləyir? Söz baxır belə deyir, nə qəşəng rəngdən rəngə çalırlar o güzgülərdə. Nə qədər parıldayırlar, rəngdən rəngə çalırlar. Bu zaman o oradakı gözəlliyi görür, düzdür? Şeirlərdə də belədir. Deyir ki, bir kəs baxar, o gözəlliyi görməz. Amma əslində o şeirlər rəngarəng güzgülər kimidirlər. Qoy onu narahat eləmə, rahat burax, həmən kəsi rahat burax. Amma sən isə cəsarətlə irəli yeri şeiriyyatın, poeziyanın o müqəddəs, işıqlı sərhədlərinə doğru görəcəksən nə qədər xoş hiss edirsən, görəcəksən nə qədər də aydınca və işıldarcasına o çox rəngli güzgü başlayar işıldamağa başlayır o güzgü. Sən belə yaxınlaşırsan güzgüyə və ya uzaqlaşarsan, baxış bucağı dəyişərsən, yerində o tərəf bu tərəfə gedərsən, gözünü daha diqqətlə ora yönəldərsən, fokuslayarsan o güzgüyə və baxarsan nə qədər rəngdən rəngə çalarlar. Bax, poeziyaya da bu cür yanaşarsansa, o zaman sən görərsən ki, nə qədər aydın, nə qədər belə işıqlı şəkildə o çox rəngli güzgü kimi, çox rəngli o şüşələr kimi başlayar işıldamağa, başlayar orada belə əsrarəngiz mənzərələr ortaya çıxartmağa. Və siz deyir, bu zaman sizin üçün yeni bir işıq açılar. Ruhunuz yüksələr. Gözləriniz gür işıqdan belə qamaşar. Və sizin qəlbiniz varsa, ruhunuz varsa, bu məbəd sizin qəlbinizə təşrif buyurar. Yəni siz o poeziyaya dalarsınızsa, cəsarətlə dalarsınızsa, onun sərhədlərinə doğru addım atarsınızsa, o rəngli güzgü kimi alvan rənglərə bürünər, belə mənzərələrə bürünər, əsrarəngiz mənzərələrə, gözünüzü qamaşdıran mənzərələrə bürünər, sizi heyran edən mənzərələrə bürünər və ruhunuz yüksələr, sizin üçün yeni bir dünya açılar, ruhunuz yüksələr, qəlbiniz və ruhunuz varsa, bu zaman o məbəd sizin qəlbinizə və ruhunuza təşrif buyurar. Bu da həqiqətən bir şeydir, dostlar. Bənzər mövzulardadırlar, yəni bir-birinə yaxın mövzulardadırlar. Bunu istədim sizlə bölüşüm. Və
bizim əsas işlərimizdən biri həm də ustadları xatırlamaqdır dostlar. Və istəyirəm James Joyce'dan Gənclik nəğmələrindən birini deyəsən bir dəfə oxumuşdum, bir daha istəyirəm oxuyum. Çox sadə, amma sevimli bir nəğmədir bu da. Və bu bizi zamanla müddət boyunca Joyce'un başqa aləmlərinə də, başqa ədəbi aləmlərinə də yönləndirə bilər. Buradan dolayı yollarla arada gedib çıxmaq olar. Amma bu şeir daha sadə şeirdir dostlar. Bu sadə aşiqin sadə hissləridir. Sadə yəni belə deyək. Sadə, əslində sadə fəqət qiymətli, belə deyək. Sadə fəqət qiymətli duyğulardır dostlar. Deyir ki, James Joyce, gənc James Joyce, Donny Carney çıxışıydı, Türkçə deyir. Ağacdan ağaca uçuyordu bir yarasa, yan yana yürüyorduk aşkımda, güzel sözler söylüyordu bana. Yanımız sıra yürüyordu yaz rüzgarı, fısıltılarla, sevinçle, yazın soluğundan da yumuşaktı yarın bana verdiği Bursa. Bu çox sadə, adi bir yaşantının sadə xariqüladəliyə çevrilməsidir. Deyir ki, mən sevgilimlə bir məkandan çıxırdım və bir məkandan elə bir keçirdim də, bir məkandan keçirdim və orada ağacdan ağaca yarasa uçardı. Axşamlar deyib, bu xüsusən rayon yerlərində olurdu axşamlar. Rayon yerlərində mən buna bənzər mənzərələr görmüşdüm. Yarasa gəlir gözlə görünür, uçur. Gəlir belə gözlə görünür, uçur. Bir şey uçur belə. Bir yarasalardı, qorxsan ki, birdən başıma dəyər. Amma heç vaxt dəymirdi. Elə bir düşünürdü ki, bu gələcək indi mənim ya başıma dəyəcək, ya harasa, ya saçlarıma ilişəcək. Amma heç vaxt belə bir şey olmurdu. Məsələn, məndə heç vaxt olmamışdı. Amma həmişə uçanda belə deyirdi ki, indi gələcək, sənə ilişəcək, ya sənə dəyəcək, ətimi ürpəşdirəcək, belə səni çiyrəndirəcək. Orada yarası uçurdu və mən sevgilimlə yan-yana yeriyirdim. Və o mənə çox gözəl sözlər deyirdi. Yanımızdan da yaz məltəmi əsirdi, yaz rüzgarı əsirdi. Fısıltılarla və sevinclə, yaz rüzgarı sevinclə əsirdi. Mən belə başa düşürəm. Sevinclə keçirdi. Sevginin yaratdığı xoş halın ətrafındakı yaşantıları da, ətrafındakı halları da, ətrafındakı prosesləri də sevimli eləməsinə bir hörnəkdir bu. O həmən psixoloji məqamın ifadəsidir. Və sevinclə uçurdu yanımızdan, fısıltılarla uçurdu bu külək. Yar rüzgarı yanımızda yürüyürdü. Yarası uçurdu, bir də yaz rüzgarı. Yanımızda bizlə belə gedirdi məltəm, xoş bir külək. Və yarımın, sevgilimin mənə verdiyi busə, öpüş, yaz ayının nəfəsindən də belə yumuşaq idi. Sevimli və yumuşaq idi. Belə bir yaşantının, dəyərli bir, sadə, amma dəyərli bir yaşantının poeziyada ifadə olunması idi dostlar. Bu qədər, sizdən müğayət olun. Nəsə belə bir poetik, sadə poetik bilgə söhbət eləmək istədim. Bəlkə kimlərsə, sevimli tamaşaçılar buradan nəsə özlərinə götürərlər. Əzizdən müğayət olun, bu aləmlərdən çıxır dostlar.